Deyirdilər ki, bu bütün müharibələrə son qoyacaq müharibə olacaq. O dövrün insanları ona sadəcə böyük müharibə deyirdilər və bunun çox ciddi bir səbəbi var idi. Bu, həqiqətən də bəşər tarixində o vaxta qədər görülməmiş bir qırğın idi. Bütöv imperiyaları yerlə yeksan edən, milyonlarla insanın həyatına son qoyan və dünyanın gələcəyini, bilirsiniz, əbədi olaraq dəyişdirən bir fəlakət. Yaxşı, bəs hər şey necə başladı? Necə oldu ki, Balkanlarda baş verən tək bir sui-qəsd bütün planeti alovlar içinə salan, nəhəng imperiyaları darmadağın edən bir fəlakətə çevrildi? Gəlin bu çox vacib sualın cavabını birlikdə axtaraq, bu mürəkkəb yumağı addım-addım açaq. Əslində, məsələni düzgün anlamaq üçün bilməliyik ki, 1914-cü il Avropası sanki partlamağa hazır bir barıt çəlliyi idi. Sarayevodakı o məşhur sui-qəsd isə sadəcə o çəlliyi alışdıran bir qığılcım oldu. Yaxşı, bəs bu partlayıcı vəziyyəti yaradan əsas səbəblər nə idi? Hər şeyin kökündə təbii ki, iqtisadiyyat dayanırdı. Sənaye inqilabı yeni bazarlar və xam mal üçün, yəni doymayan bir iştaha yaratmışdı. Almaniya kimi yeni sənaye nəhəngləri, Britaniya və Fransa kimi köhnə imperiyaların çoxdan öz aralarında böldüyü dünyadan haqlı olaraq öz paylarını tələb edirdilər. Bax, bu amansız rəqabət də Avropanı həqiqətən də görünməmiş bir gərginliyə sürükləyirdi. Bax, bu gərginliyin nəticəsində də 1914-cü ildə Avropa iki nəhəng dişi dırnağına da silahlanmış hərbi bloka bölünmüşdü. Bir tərəfdə Almaniya, Avstriya, Macaristan və İtaliyadan ibarət mərkəzi güclər. Onların qarşısında isə Fransa, Böyük Britaniya və Rusiyanın yaratdığı Antanta bloku. Bu iki düşərgə arasındakı güvənsizlik və amansız silahlanma yarışı qitəni demək olar ki, müharibənin astanasına gətirmişdi. İndi isə gəlin baxaq, görək o məşhur qığılcım barıt çəlləyini necə alışdırdı və kiçik bir regional böhran bütün dünyanı necə alovlar içinə bürüdü. Tarix 28 iyun 1914-cü il, Sarayevo səhəri. Bu hadisə əslində müharibənin əsl səbəbi deyildi. Sadəcə bir bəhanə idi. Avstriya-Macaristan taxt-tacının vəliyyəti Frans Ferdinand Serb millətçisi tərəfindən öldürüldü. Viyana üçün bu əla fürsət idi. Onlar dərhal bu sui-qəsdə Serbiyanı günahlandırdılar. Və bundan sonra hadisələr bir zəncirvari reaksiya ilə əsl domino effekti ilə cəryan etdi. Baxın, 28 iyulda Avstriya Serbiyaya müharibə elan etdi. Serbiyanın böyük qardaşı himayədarı Rusiya səfərbərlik əmri verdi. 1 avqustda Almaniya dərhal Rusiyaya, cəmi 2 gün sonra avqustun 3-də isə onun müttəfiqi Fransaya müharibə elan etdi. Alman qoşunları neytral Belçikaya soxulanda isə Britaniyada kənarda qala bilmədi və müharibəyə girdi. Təsəvvür edirsiniz, cəmi 1 ay ərzində bütün Avropa alovlar içində idi. Britaniyanın Xarici İşlər Naziri o dəhşətli gecə demişdi. Bütün Avropanın işıqları söndü. Yəqin ki, bizim ömrümüzdə onların bir daha yandığını görməyəcəyik. Və o, dəhşətli dərəcədə haqlı idi. Hamı bir neçə aya bitəcək sürətli bir müharibə gözləyirdi. Amma reallıq bundan qat-qat dəhşətli olacaqdı. O sürətli qələbə ümidləri çox tez bir zamanda puç oldu. Cəbhələr sanki dondu və müharibə illərlə davam edən amansız qanlı bir mübarizəyə çevrildi. Bu, bəşəriyyətin daha əvvəl heç vaxt görmədiyi yeni, qorxunc bir müharibə tərzi idi. Almaniyanın strategiyası çox cəsarətli, amma bir o qədər də riskli olan Schlieffen planına əsaslanırdı. Məqsəd çox sadə idi. Əvvəlcə bütün gücü ilə, ildırım sürəti ilə Fransanı məğlub etmək, sonra isə qoşunları dərhal şərqə, yavaş-yavaş səfərbər olan Rusiya ilə döyüşməyə göndərmək. Əsas hədəf ən qorxulu kabusdan, yəni 2 cəbhəli müharibədən yayınmaq idi. Lakin plan uğursuz oldu. Reallıq planlardan çox fərqli idi. 1914-cü ilin sentyabrında Marna çayı sahilindəki döyüşdə İngilis-Fransız qüvvələri Almanların hücumunu dayandırmağı bacardı. Bu qələbə Parisi xilas etdi və Schlieffen planını tamamilə alt-üst elədi. Və beləcə Almaniyanın ən çox qorxduğu ssenari reallara çevrildi. 2 cəbhədə uzun və üzücü bir müharibə. Və beləcə müharibənin ən dəhşətli simvolu olan Səngər müharibəsi başladı. Qərb cəbhəsi boyunca İsveçrə sərhəddindən tutmuş Şimal dənizinə qədər kilometrlərlə uzanan səngərlər qazıldı. Bu səngərlərdə həyat əsl cəhənnəm idi. Palçıq, siçovullar, xəstəliklər və heç dayanmayan top atəşi. Hücumlar isə adətən 10 minlərlə insanın həyatı bahasına cəmi bir neçə metr torpaq qazanmaqla bitirdi. Bu qanlı dalana dirənmiş vəziyyəti yarmaq üçün hər iki tərəf də yeni və daha dəhşətli silahlar yaratmağa başladı. Döyüş meydanında ilk dəfə boğucu, zəhərli qazlar istifadə olundu. Sualtı qayıqlar dənizlərdə görünməmiş bir təhdidə çevrildi və nəhayət səngərləri və o tikanlı məftilləri aşmaq üçün tanklar və təyyarələr kimi yeni müharibə maşınları meydana çıxdı. Bir fransız komandirinin bu sözləri vəziyyəti mükəmməl şəkildə ümumiləşdirir.
Mən tankları və Amerikalıları gözləyirəm. Artıq hamıya aydın idi ki, bu qanlı mübarizənin taleyini yalnız iki şey həll edə bilərdi. Ya yeni texnologiya, ya da okeanın o tayından gələcək yeni bir güc. Və o həlledici dəyişiklik nəhayət 1917-ci ildə baş verdi. Bu il müharibənin taleyini birdəfəlik dəyişən və Antantanın qələbəsinə yol açan iki böyük hadisə ilə yadda qaldı. Bu iki hadisə güc balansını kökündən dəyişdi. Bir tərəfdən Rusiyada baş verən inqilab nəticəsində Çar rejimi devrildi və yeni hökumət müharibədən çıxdı. Bu, Almaniyaya şərq cəbhəsindəki qüvvələrini qərbə yönəltmək üçün əla fürsət verdi. Amma eyni zamanda Almaniyanın amansız sualtı müharibəsi nəhayət Amerikanın səbrini daşırdı və Birləşmiş Ştatlar bütün sənaye və insan gücü ilə müharibəyə qoşuldu. Amerikanın nəhəng resurslarının müharibəyə qoşulması ilə tərəzi qəti şəkildə Antantanın xeyrinə əyildi. Artıq taqətdən düşmüş mərkəzi güclər bir-birinin ardınca çökdü. 1918-ci ilin payızında əvvəlcə Bolqaristan, sonra Osmanlı İmperiyası, daha sonra isə Avstriya-Macaristan təslim oldu. Almaniya cəbhədə tamamilə tək qalmışdı. Və nəhayət, daxili təzyiqlərə, aclığa tab gətirməyən Almaniyada da inqilab baş verdi və monarxiya devrildi. Yeni hökumət 1918-ci il 11 noyabr tarixində səhər saat 11-də barışıq imzaladı. 4 ildən çox davam edən o dəhşətli, böyük müharibə sona çatdı. Toplar susmuşdu. Lakin müharibənin açdığı dərin yaralar və qoyduğu miras bütün 20-ci əsri formalaşdıracaqdı. Bu sadəcə bir müharibənin sonu değildi. Bu parçalanmış yeni bir dünyanın başlanğıcı idi. Nəticə həqiqətən də heyrətamiz idi. Müharibə 4 nəhəng imperiyanın tamamilə süqutuna səbəb oldu. Almaniya, Avstriya, Macaristan, Osmanlı və Rusiya imperiyaları. Təsəvvür edin, əsrlər boyu dünya siyasətini müəyyən edən bu köhnə güclər tarixin arxivinə göndərildi. Onların xarabalıqları üzərində isə Avropanın və Yaxın Şərqin yeni siyasi xəritəsi cızıldı. Amma ən dəhşətli miras insan itkisidir. Təxminən 10 milyon əskər həlak oldu. 20 milyondan çoxu isə ömürlü şikəst qaldı. Milyonlarla mülki vətəndaş da aclıq, xəstəlik və dağıntılar nəticəsində həyatını itirdi. Bu, Avropanın itirilmiş nəsli idi. Və sanki bütün bu dəhşətlər bəs deyilmiş kimi, müharibənin dərhal ardından gələn İspan qripi pandemiyası müharibənin özündən də daha çox təxminən 50 milyon insanın ölümünə səbəb oldu. Müharibənin onsuz da zəiflətdiyi dünya bu yeni bəlaya qarşı tamamilə aciz qalmışdı. Beləliklə, böyük müharibə bitmişdi. Amma çox ironik bir şəkildə o bütün müharibələrə son qoyan müharibə olmaq əvəzinə sülh müqavilələrinin ədalətsizliyi və həll edilməmiş problemlərlə cəmi 20 il sonra başlayacaq daha da dağıdıcı bir münaqişənin İkinci Dünya müharibəsinin toxumlarını səpmişdi. Bəlkə də böyük müharibənin ən böyük və ən faciəvi mirası elə bu oldu.